Salam, hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Qaraçuxur Konferans Liqasında hər birinizi xoş gördük. Ultra və ATŞ komandaları qarşılaşır. Artıq oyuncular bir-birleriyle görüşdü. Son hazırlıq işləri də görülür. Biraz sonra da maç start götürəcək. Mənəvi olaraq meydanda mübarizə aparacaq göylü formada Ultra komandası. Yaşıllı formada isə bu dəfə Qarabağ komandası. Heyətlərlə sizləri tanış edək. Ultra komandasının heyətləri belədir. Qapıda bir Şəhriyə 9 sahib, 5 Nərman, 10 Novruz, 17 Kapitan Emir, 77 Müşfiq, 80 İntiqam. ATŞ komandasının isə heyətləri belədir. Qapıda bir Hüseyin, 6 Cavidan, 9 Tural, Kamran, Ceyhun, Rəhman, Vəli və Faiq. Artıq hakimində start, fitil səsləndirilir. Uğurlar, bol qol və haqlı ədalətli gözəl bir maç istəyirik. Kamran mərkəzə doğru, Ceyhun qəbul etdi topu. Yeniden Kamran, Cavidan, ara ötürməsi, Emildən keçmir. Müşfiq Orucov. Müşfiqin zərbəsi qeyri dəqiq alınır. Ceyhun. Sağzına Kamran istiqamətində, amma altı yollanır top. Emil. Davir out. İntiqam. İntiqamın zərbəsi Hüseyin. İkinci cəhdində topu tutur. Böyle çətinlik çəkmədi. Rəhman. Rəhmanın zərbəsi qol-kiper yerindədir. Ceyhun ötürmə zərbə meydan sahasına uzaqlaşdırdılar topu. Müşfiq. Və out. Kamran. Solsuna ötürmə. Deyqanlı Cavidan. İsmirala ötürməsi. Ceyhun geriden topu götürdü. Qapıya doğru zərbə blok qoyular. Vəli topladı. Cavidan. Out. Cavidan, daha doğrusu Kamran. Ceyqanla ötürmə Cavidanla. Vəli. Paralel götürmə gəldi. Kamran istiqamətində. Yeniden Cavidan. İsmiral ötürməsi. Hüseyin. Novruz. 2 nəfərin atəsindəydi, amma Cavidan çatdırır özünü. Blok qoyur onun zərbəsinə. Kamran. Solda Vəli. Yeniden Kamran. Cavidan. Ceyhun. Və out. Son toxunuş sahibdəndir. Kamran. Rəhman qüvvətli zərbə, amma top çərçivədən azazaq fərqlənən keçdi. Uzun ötürmə Hüseyin qarşılayır. Cavidan. Müşfiq Orucov uğurladı top rəqibinə, lakin top meydanda qalmır. İntiqam. Sürətini artırdı. Qüvvətli zərbə indirir yaxın üçüncü, amma doktor yandan silkələdi. Cavidan.
Rəhman iti bucaqdan zərbə cəhətdə, amma yaxın köz qapısı tərəfindən bağlı idi. Daha bir zərbə indirilir, top çərçivədən yan keçdi. İntiqam çəkdi sol ayaqla. Alto yollandı top. Vəli. Novruzda qüvvətli zərbə, refleks yaşandı, daha bir zərbə yenə. Hüseyin dəf etdi. Güzel zərbə. Cavidan. Rəhman. Cavidan. Cəxan ötürməyə Ceyhun. Vurula alınmadı zərbəsi. İntiqam. Vəli. Kamran. Cavidan qəbul etdi. Rəhman. Sahib. Ötürmə zamanı səhvə yol verdi. Cavidan zərbə indirir, amma səhv zamanı bəxtləri yetirir. Olan nəticələnmədi bu səhv. Vəli. Kamran. Yeniden Vəli. Cavidan. Cavidanlara ötürməsi yaşandı. Ceyhun zərbə indirdi və top yenidən Cavidana gəlir. Vəli. Ceyhun. Orucov. Kamran ötürməsi Ceyhun, Cavidan. Blok qoyuldu zərbəsinə. Ultradan hücum əmrəsi Orucov qapı tirinə qayıtdı top. Təhlükəli oyun. Sərvə. Cavidan boş tarafları ötürmək etmək üçün. Hər kəs oynadı. Rəhman. Yenidən Cavidan. Kamran zərbəsi yerdə olur. Ceyhun. Novruz. Vəli onu qarşısına aldı. Cavidan. Vəli. Sağ uzunlara Kamran. Ceyhun ötürmə Cavidan davam ötürməsi intiqamdan keçmir. Arzu olmaz Fincəti uğur aldı intiqamdan. Bir pauza gəldi. Daha bir reydi uğurlu da.
Rəhman. Novroz. Emil. Ara ötürməsi, intiqam. Rəhman. Və out. Vəli çatdırdı özünü ötürməyə. Ötürməyə gəldi cərimə meydan sahasına Rəhman. Vaxtında cərimə meydan sahasına daxil olmalı. Müşfiq. Və out. Novroz. Novrozun zərbəsi Hüseyin dəf etdi. Qaydan top Hüseyin. Hər iki cəhdə uğurludur. Tural orada danıştırma, xahiş edirəm. Ceyhun. Rəhman. Ötürmə gəldi cərimə meydan sahasına. Müşfiq. Out. Kamran. Cavidan. Yeniden Kamran qəbul etdi topu. Sürətlənir. Sahasına atdı Kamran. Özü zərbə indirdi. Top doğru yanması içəriyə. Rəhman. Rəhmanın zərbəsini dəf edir Qalkiper. Hakim oyunu saxladı. Şəhriyar zədə alır və fatı qarın nahiyəsinə deyəsən tuş gəldi Qalkiper. Yenidən oyuna davam. Qalkiper ayağa qalxır. Ümidvarıq ki, zədəsi ciddi deyil. Əşçü məmləsi. Müşfiqin ötürməsi keçmir, amma Kamran aman vermir burada Müşfiqə. Müşfiq daban ötürməsini etsə də qeyridə qalınmalı. Ceyhun. Solcuna. Vəli zərbə indirdi qapı telindən top meydan tərk edir. Vəlinin zərbəsinə blok qoyuldu. Out. Kamran. Zərbə çərçivədən yana keçdi. Novroz. Müşfiq. Müşfiqin zərbəsinə Kamrandan blok daha bir zərbə amma. Son üçüncü endirilmiş zərbə qeyrideyi olur. Cavidan. Novroz mane olmağa çalışır ona. Rəhman geriyə çəkilir. Müdafiə. Rəqib müdafiəsinin arxasına doğru ötürülməyəcəkdir. Alamadı Kamrandan. Atan zərbə ilə Şəhriyar top oyuna daxil edir. İntiqam. Out. Vəli. Kamran. Yenidən Vəli.
Rəhman qəbul etdi. Sahib. Vəli. Kamran oynadı. Mərkəzdə onu ötürmə gəldi. Yerindən Kamran. Rəhman. Cavidan. Geriyə çəkildi. Ceyhun sol sınaqda Vəli qəbul etdi. Zərbə indirir Şəhriyar. Yenə də qapıda diqqətli və sayıqdır. İntiqam, out. Şüfik. Cəmi əsasında heç kim yox idi. Cavidan. Ünvansız ötürmə. Emirlər sağ Müşfik. Cavidan onlar qaydalar çərçivəsində topu alar. Rəhman. Qoydular zərbəsinə Rəhman. Ceyhun. Keçmir ötürmə. Şüfikin zərbəsi Hüseyin dəf etdi. Ceyhunun zərbəsi qapıdan yan keçir. Şüfik. Rahat zərbə edilməsinə imkan vermədilər. Qapıdan zərbə. Vəli topla. Cavidan. Yeniden Vəli. Uzun ötürmə. Qapıdan zərbə ilə top oyuna daxil olacaq. Ceyhun. Cavidanın zərbəsi. Yaxın künc bağlandı Ceyhun. Onda zərbəsinə blok qoyurlar. Eksücüm əmrəsi Nəriman. Ötürməsi. Qapıdan zərbə. Rəhman. Ceyhun ötürmə Cavidan. Cavidan uzaq altılığa anlaşdırılmış zərbə. Qapıdan yan keçir. Kamran, Cavidan top qapının üzərindən keçdi. Cavidan. Ara ötürməsi, Ceyhunun zərbəsi Tileydə meydan tərk etdi. Elə ki bu maçda 20-ci dəqiqə artıq keçid alırıq. Hesaba çən tərəf yoxdur. Golsuz bərabərlik hökm sürür maçda. Cavidan. Kamran.
Bir reyd gəldi Kamrandan, qurban olundu. Rəhman qəbul etdi mərkəzdə, solsuna ötürmə. Vəlidə qoşulur, sağsına Kamran zərbəsi qapıdan yan keçdi. Özü başlatdığı hücumu özü tamamlaya bilərdi. Lakin top qapıdan yan keçdi. Büdrədi deyə özü də kanala yollaşına bildiriş edir Kamran. Cavidan. Nədən Kamran? Burada Cavidan ötürmə zamanı səhv. İntiqamla bir reyd gəldi. Sol ayağını axtarır. İntiqam və hiləgər bir zərbə. Bir növdə elə ağıllı olsa bir zərbə idi. Ani pauza. Yerdə uzaq altılığı. Dəqiq nişan aldı. 1-0. Hesab açır İntiqam. Out. Vəli. Ceyhun. Türmə qarşıdan Nəriman tərəfinə solsuna ötürmək üçün məmləsi atış, daha doğrusu ultradan gələcək. İntiqamla gözəl hərəkətlər. Emil. Kesti ötürməsi. Mişlik Orucu. 2-0. Hücum çox yaxşı alınır. Hücumu da layiqincə tamamlayır Mişlik Orucu. İki cavabsız gol keçirilir rəqib qapısından. Kamran. Cavidan. Yerdən Ceyhun itirdi topu mövqedə. Mevzuz. İntiqam. İntiqam və Hüseyin yenə dəf edir. Mevzuzun zərbəsi Hüseyin yaxın ikinci bağladı. Daha bir alt. Artıq ilk hissənin sonları yaxınlaşır yavaş-yavaş. Birinci hissədə əslində yox, artıq qol gəlməyəcək heç bir komandadan. İlk hissə yekunlaşdı. Qısa fasilədən sonra növbəti hissədə görüşmə ümidi ilə eləyir. İndi hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsi start götürür. İlk hissəni Ultra komandasını 2-0 hesablı üstünlüyü ilə yekunlaşdırdı. Ateşgah komandasının mübarizədə. Görək, növbəti hissədə Ateşgahdan geri dönüş gələcəkmi? İntiqalara qarşı Cavidan qaydanı pozub. Məsələ özü yerinə yetirəcək cərimə zərbəsini. Qapıya doğru zərbə Hüseyin dəf etdi. Rəhman. Balaziyev. Rəhman. Rəhman özü zərbə indirdi. Şəhriyar yerindədir. Türmə gəldi. Balaziyev. Qaydan top və gol! 2-1. Özü meydana ilə yenicə daxil oldu. İkinci hissədə daxil olar olmaz. Hesab fərqini minimala indirir Balaziyev. Əslində ilk hissədə Ateşgah komandası zəif oyun nümayiş elətdirmədi. Yaxşı oyun nümayiş elətdirirdi. Sadəcə ötürmələr var idi. Bütün oyuncularda ötürmələr var idi. Driblinglər var idi.
reydləri uğurla alınırdı, amma bitiricilik yox idi komandada. Sonluq tamamlanmırdı. İstər Ceyhun, istər Kamran da qoşulurdu, o, istər Vəli, istər Cavidan, Rəhman. Fərqi yoxdur. Hər bir oyuncu zərbə endirdi. Həm qalkiper Şəhriyar yaxşı oyun nümayiş elətdirir qapıda, həm də təcrübədə epizodlar bəzən əldən qaçırdı. Emil'in zərbəsi və gol! 3-1! Kapitan yenidən hesab fərqini artırır. Kamran, Cavidan, Ronaldo yolunda. Rus. Şuyev fikirləşmişdi, uğursuz həmlə olur. Cümşüd. İştirak ərzəsində onun adını qeyd etməmişlər Cümşüdün, bildirməmişdi, amma meydandadır. Daha bir zərbə endirildi. Hüseyin yaxın küncə bağlamışdı. Cümşüd. Yanında Kamranla oynadı. Mərkəzə doğru ötürmə gəldi. Tural Hacıyev. Rəhman. Rəhman uzaq altılığı düşünmüşdü. Amma qapıdan yan keçir. Müşfik. Serkan oturma. İntiqam. Cavidan. İki nəfərin atəsində idi. Türlü topu. Daha doğrusu out kazandı. Müşfiqi yerdə gördük orada. Toqquşma oldu bir anla Cavidanla. Kamran. Qarşılanır. Nərman. İntiqam. Müşfik. Yaxşı hücum qurmuşdular. İşlək olmayan sol ayağına tuş gəldi Müşfiqin top. Cavidan. Kamran. Yenidən Cavidan topla. Özün üstünə ötürməsi qarşılanır. Out. Kamran. Sağ ha. Yeniden Kamran topla. İntiqamdan sərt ötürmə zərbənin əsasına müdafiəsi ilə qarşıladı. Müşfik. Müşfikdən zərbə gəlir. Qapıdan yan keçdi. İntiqam. Emil hücum davam elətdirir. Sağsına ötürmə. İntiqam. Müşfik. Müşfik zərbə edirdi Hüseyin. Yerində də əksüm əmləsi indi. Ateş atan gələcək Cavidan. Cərmə meydan əsasına ötürmə və gol! 3-2. İti bucaqdan özü fərqlənir. Ötürmə düşündüyü bir anlıq, amma yaxın küncdə boşluq tapır. Topu tora Üngül toxunuşla göndərir. Hesab fərqi minimal indi yenən. Zərbə çərçivənin üzərindən keçdi. Kamran. Cavidan. Cavidan çəkan ötürməsi keçmir. Hüseyin çatdırdı özünü, uzaqlaşdırır topu. Novruz. Novruzun zərbəsi Hüseyin yerə dəf etdi.
Bugün Yüngülvari Hüseyni top ateşinə tutublar. Bir qədər bloklar zəifdir. Ateşə komandasının müdafiə xəttində və orta xəttində. Zərbələrə bloklar azlar. Üçüncüsən zərbə. Uzun top ayağına oturmadı istədiyi kimi. Cavidan. Nasıl qarşılandı? Müşfiq. Qaydalar çərçivəsində top alırlar orada. Cavidan ötürmə gəldi. Qarşılanan Novruz tərəfindən. Korner. Topu tutur. Müşfiqdən sağsına ötürmə. İntiqam! İntiqam! Zərbəsi çərçivədən yan keçdi. Yenidən intiqam. İntiqamın zərbəsi. Qapısı yerində daha bir zərbə. Çərçivəyə tuş gəlmir zərbəsi. Cavidan. Rəhman. Topla və yenə də qarın ayəsinə tuş gəlir top. Şəhriyarın. Şəhriyar. Bizim ötürməkdir. Qalxdı əvə. Ciddi deyil zədəsi. Zərməkdən sasını ötürmək Hüseyin uzaqlaşdı da. Paylaşmamışsın. Rəhman, sol sahada Tural Hacıyev. Turalın zərbəsinə blok. Out. İntiqam. İntiqam. Dadası Müşfiq idi bu. Sol ayağı ilə qüvvətli zərbə inirdi. Hüseyin də həmçinin qapısında diqqətli idi. Və qol gəlir sahibdən 4-2. Bomboş, bax. Az öncə bundan bəhs edirdim. Orta xətti və müdafiə xətti bloklar qoymur zərbəyə. Çox boşluqlar yaradırlar. Həmin o boşluqlar belə qollar gətirir. Artıq Hüseyin nə qədər seyv etsin, reaksiya göstərsin. Axır 5 zərbədən üstünə reaksiya göstərsə ikisi qapıda olacaq. Ən yaxşı halda biri. Cavidan ötürməsi gəldi və son anda Nəriman kritik bir müdaxilə edir. Cavidan. Cavidan və yaxın güncə tamamilə bağlamışlar. Müşfiq. Müşfiq sahasına ötürmə İntiqam. Pauza gəldi ondan. İntiqam sürətlənir. Bitirmədi topu ələdə. Amma indi isə top itkisi var. Köməyinə gec gəldilər. Cavidan. Rəhman. Canlanma gəlişinə zərbə sahib blok qoydu. Yaxşı oturmuşdu əslində top ayağına, amma zərbə imkan vermədilər. Yenə Canlan, Cavidan. Rəhman. Yenə Canlan. Keçmədə ötürməsi. Hüseyin uzaqlaşdırır. Qayda pozulub Hüseyinə qarşı.
Rəhman. Cavidan. Uzaqlaşdırdılar topu. Korner. Uğursuz ötürüm oldu. İntiqam. Pauza elədi. İntiqamın zərbəsinə blok. Və out. Tamam, zərbə. Yerindədir. Kovalciv! Fire! Corner. Erman. Erman topu kazandı. Erman çoxluq təşkil edirlər öndə. Ultra komandasında 2-2 oldular. Erman zərbə mövqeyi axtar edirdi. Zərbəni blok qoydular. Ermandan tehlikeli oyun var. Sərbə qərarı gəldi. Erman. Sağsına ha intiqam. Devam edə bilmədi topu. Cavidan blok qoyuldu zərbəsinə. Üçüncüdən zərbə. Qabrətcümə Çolonziyev zərbə təhlükəlidir. Qarşın çərçivənin üzərindən keçdi. İntiqam. Bir reis gəldi, onların qarşısını aldılar onun. Cavidan. Rəhman sağ saha. Tural. Buna qarşılanır. Üçüncüdən zərbə. Cavidan toplanır. Tamam ötürməsi. Rəhmana. Qarşısını aldılar Kamran. Sağ zahda Vəli. Blok qoyulur Vəlinin zərbəsinə də. Rəhman. Bax bu bloklar. Az öncə də bildirdiyim bloklar. Ultra komandasında uğurlu alınır. Kamran yaxşı keçdi rəqibinə. Ötürmə etdi Turala. Hər kəs zərbə gözləyərkən. Tural Acıyevani ötürməyə edir. Kamran. Zərbəsi yaxşı alınmalı. Bir də ötürmə xarakteri daşıyan zərbə idi. Məncə həmçində Tural Acıyevi düşünmüşdü. Şu çəkdi sol ayağına. Zərbə edir Hüseynin refleksi yaxşılar. Ceyhun. Alt. İntiqam. Alt. Ceyhun. Cavidan. Kamranla oynadı. Sağsına Vəli. Sözdə topu. Yenidən Cavidan. Foul qərarı gəldi.
Səsləndi. Cavidan. Cavidanın zərbəsi qapının üzərinə keçdi. Müşfiq. Müşfiq təhlükəli zərbə idi. Cavidan. Alacıyev ham edə bilmədi topu. Xeyr, bu gün atış şahda nə qədər çalışsalar da hələ ki alınmır. Lakin hələ ki vaxt da var. Cavidan. Ceyhun. Çalışdırdılar topu alta. Cavidan. Korner. Müşfiqin zərbəsi yaxşı alınır. Ceyhun. Sağ sağa. Cavidan. Koydular onun da zərbəsini. Ceyhun. Cavidanla anlaşılmamazlıq oldu bir qədər. Müşfiqin zərbəsi toxunuş var rəqibdə bəli. Korner. Kimi gəldi Müşfiq. Müşfiq bloq qoyuldu zərbəsinə. Top itisində Əksüm Əmrəsi 2-2 gəlib. Atəşə Kavanasaya. Tural Hacıyev. Hacıyev qarşılandı ötürmə. Alt. Yan arkada. Rəhman. Ceyhun. Vəli. Vəli zərbə indirdi və dirəkdən qaydır top. Əksüm Əmrəsində ultradan. Novruz. Novruza qarşı şobuzluq var Ceyhun tərəfindən. İntiqam. Hüseyin dəf edir zərbəni. Novruz. Novruzun zərbəsinə də blok. Əksüm Əmrəsində yenidən atəş şahdan. Rəhman sol sınağa. Ceyhun taban ötürməsə Tural Hacıyev yerdə Ceyhun. Zərbə indirdi qaydan topa da zərbə. Hər iki cəhdə uğurludur Şəhriyar. İntiqam topla. Yanda Novruzda oynadı. Novruzun zərbəsi yerə. Flex yerə də yaxşıdır Hüseyində. Ceyhun. Hacıyev. Sağ sınavda Vəli. Rəhman. Rəhmanın zərbəsi və korner. Dəqiqələr get-gedə azalır. Balın zərbə indirməsinə imkan vermədilər.
Rəhman. Ceyhun taban ötürməsi. Tural! Direğe tuş gəldi top. Yaxşı hücum qurmuşdular. Hər şey yaxşı idi. Zərbə də indirdi Tural Hacıyev, amma direğe mane olur qola. Tamamilə geriyə çəkilir. Şəhriyar. Səhvə yol verdilər. Bax indi fərqlənmək olar. Ay, Tural. Müşfiq. Necə deyərlər? Nətər deyiblər? Futbolun yazılmamış qanunu. Ofroz, Müşfiq. Olsa deyərik bizdə. Rəhman. Türklər topu. Əksi məmləsi. Yüksək şanslıqda yaxalayıb ultra. Rəqiblərini Müşfiq. Müşfiq səhv indirdi. Hüseyin yenə də müdaxiləsi yaxşıdır. Out. Rəhman. Tural. Hacıyev. Korner. Çox az qalıb vaxta. Bəli. Fürsət oldu. Müşfiq. Seçmədə ötürmə. Əksi məmləsi. Kamran. Bax indi atəşə yüksək şanslıqda yaxalayıb rəqiblərini. Rəhman. Ay Allah. Aslı bu fürsətdə əldə. Kamranın zərbəsi Şəhriyar dəf edir. Axıdar üçün Şəhriyar da Hüseyin. Hər iki qalkiper çox inanlı idi. Yaxşı refleksləri, seyvləri olar. Amma hələ ki öndə olan Şəhriyardır. Aslında hələ o 2 top görüb, amma Hüseyin isə 4 top. İntiqamın zərbəsi çərçivədən yana keçir. Kamran, Ceyhun. Keçmədə ötürmə. Kamran. Və belə ilə hakimlər. Final fitini səsləndirir. Bu maçda Ultra komandası 4-2 hesabı ilə qalib gələrək 3 xal aktivlərini yazdırırlar və biz də reportajımızı bu maraqlı maçdan sona çatdırırıq. Oyun boyunca sinəmə idim şəxsində Zeydər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.